Herkese salam. Bugün sizinle sushi hazırlayacağım. Kimi çox gözəl görünüşlü, hətta alınmadan seçilməyən, həm də daha ləzzətli olan sushilər hazırladım. Və daha bir şey qeyd edeyim ki, mən yenə qripəm və səsimə görə üzrlü hesab eləyin. Sushidə əsas düyüdür. Ona görə mütləq dediyim qaydalara riayət eləsəniz çox gözəl resept alınacaq sizdə. Miqdarları videonun altında qeyd edəcəm. Oradan izləyərsiniz. Düyünü qaynadıram. Bir şey qeyd edeyim ki, düyüyə bir neçə dəfə, 2 dəfə hətta yenidən su əlavə elədim. Yəni quruduğunu gördüyümə görə 2 dəfə su əlavə elədim. Siz də yəni nəzarət altında bişirin mütləq. Düyü bişdikdən sonra üzərinə kağız salfetka əlavə qoyuram üzərinə, qapağını örtürəm və soymağa qoyuram. Biraz ilındıqdan sonra isə sirkəsini əlavə edib yaxşıca qarışdırıram. Bura kimi izlədinizsə kanalıma abunə olmağı, videomu bəyənməyi unutmayın. Rəylərdə mənimlə fikrinizi bölüşə bilərsiniz. Mən iradlara açıram, amma təhqir olmadığı sürəcə fikirlərinizi gözləyəcəm. Sushi içiliyimizdə deməli nə var? Mən nuggets eləmişəm, toyuqdan, krabdır, bir də xiyardır. Keçən videomda başqa əlavələrim də vardı. İstəsəz o videoya da baxıb fikir olaraq, yəni götürə bilərsiniz. Nuggets videomda mənim burger videom var. Onun içində nuggets hazırlamışam. Oradan baxa bilərsiniz. Sonra belə tempura hazırlayıram. Un, duz, sudan ibarətdir. Yəni nə çox qatı olmamalıdır, nə çox sulu olmalıdır. Orta bir şey əmələ gəlir. Qarışdırırsınız. Sonra bu hot rollar üçündür. Sonra belə rulonu batırıram, sonra isə suxarika bulayıram. Qızartma anımın videosunu çəkməyi unutmuşam. Sadəcə bol yağda qızardırsınız, yəni bu qədərdir resept. Çox ləzzətli alınır. Yəni görünüşcə özünüz gördünüz ki, necə də bənzəyir. Hətta ondan daha ləzzətli alınmışdı. Mütləq siz də sınayın. Edəcək olanlara nuş olsun. Gələn videolarda görüşənədək hələlik.